Hər vaxtınız xeyirli olsun, əziz Best FM radiosunun dinləyiciləri və Best FM radiosunun izləyiciləri. Hər şeydən biraz da xoş gördük hər birinizi. Yaxşı ki varsınız, əziz izləyicilərimiz, əziz dinləyicilərimiz. Best FM radiosundayıq. Hər şeydən biraz da həmkarım yeganə Telman qızı ilə birlikdə aparacağıq. Təbii ki, bugün bizim çox dəyərli bir qonağımız var. Biz hər kəsi bura dəvət etmirik. Yeganə xanımın çox gözəl bilir. Seçmişik. Bizim sağ olsunlar ki, həmkarlarımız ki, Sakonu dəvət ediblər. Amma Yeganə xanım şəxsən öz dəvət edibdir. Bəli. Əla, Yeganə xanım çox gözəl. Mənə deyəndə ki, Aqil bəy, mən Sakonu dəvət etmək istəyirəm. Dedim, Sako çoxdur, bu görə hansı Sakodur bu? Burada bəzi var. Və profilini sizə göndərən kimi və siz də razılaşdınız, dediniz ki, bəli. Baxdım, dedim, bəli, mən tanıyıram bu Sakonu, çox yaxşı bir oğlandır. Gənc videoblogerimiz, və istedadlı insan, bəli, həqiqətən də çox dəyərli bizim videobloger dostumuzdur, bizim buradadır. Sako, xoş gəlmişsən studiyamıza. Əvvəla hər kəs salamlayıram. Aqil bəy sizə, Yeganə xanım, sağ olun dəvət versində. Çox maraqlıdır. Ab-ı hava tamam başqadır burada. Minnətdarlığımı bildirəm, sağ olun dəvət eləmişsiniz. İndi suallar yəqin ki olacaq. Mütləq. Cavablandırarıq. Amma ab-ı hava çox qəşəngdir burada. Təşəkkür edirəm. Bura onsuz da, özürsən, bura onsuz da kim gəlirsə bu sözü Yeganə xanım biləcək. Hamı o sözü deməmiş getmir buradan. Bəli. Bəli, ofisimiz balacadır, amma monitorda, yəni ekrandan baxanlar deyir, ay maşallah, biz elə bilirik, böyük bir şirkətdir. Böyük şirkətə ehtiyac yoxdur, mənim əzizlərim, belə buradır. Genişdir, əsas olur. Bəli, ürəyimiz, İşlər böyük olsun. Bəli, Sakon, mikrofona danışarsan ki, tam səsini işlə bilsinlər. Səsim gələr yəqin, eşitir izləyicilər. Bəzi izləyicilərimiz deyir, səs zəif gəlir. Dostlar, SMS-ləriniz də yazıb göndərə bilərsiniz. Təbrikləriniz varsa, təbriklər yazın, göndərin. Təbriklər də edəcəyik, söz ki. Buyurun. Hər birinizi xoş gördük. Best FM radiosunun dinləyiciləri, izləyiciləri. Bəli, bugün bizim qonağımız Sako ləqəbli Sadiq İsmayılovdur. Həqiqətən də TikTok platformasında bir neçə insanları izləyirəm ki, onların da biri elə Sadiq İsmayılovdur. Biraz verilişdən öncə bizim söhbətimiz oldu və Sadiqə dedim ki, mənim sənə ən böyük hörmətim ona görədir ki, sən ananı çox istəyirsən. Anasını sevən oğul, qız mütləq yaxşı olmalıdır. Heç vaxt o övlad pis ola bilməz və öz cəmiyyətdə də o insanlar heç vaxt pis ola bilməz və ona görə o insanı mən yəni hörmətlə qarşılayıram ki, onun anasına sevgisi həddindən artıqdır və sayır və anasını həmişə başının üstündə bir varlıq hesab edir və buna görə də mən bir ana kimi sizə təşəkkür edirəm. Sadiq, inşallah inanıram ki, həm də yaxşı ata, yaxşı ər, yaxşı oğulsan və yaxşı ata, yaxşı ər olacaqsan inşallah. İnşallah Allah sənin qarşıva öz istədiyin kimi bir gözəl, ailə tərbiyəsi görmüş bir qız çıxartsın. Bəli, ilk sualı icazənizlə Aqil müəllim, mən buyurun, təbii ki, buyurun. Canlı yayıma başlamazdan əvvəl necə hazırlaşırsınız? Ki, bax, bu kütləni yığa bilmirsiniz artıq bu platformaya. Düzdür, siz bloger deyilsiniz, yayımçısınız və TikTok. Bəli, və necə, bax, bunu necə bacarırsınız, necə hazırlaşırsınız öncədən? Mən ilk öncə demək istəyirəm ki, Yeganə xanım, bu platforma elə platformadır ki, səmimi yayın olanda hazırlaşmamış bir senarisi, dizgisiz, nöqtə verici olmasa, səmimi necəsənsə, elə də qəbul edəcək, o kütlə onda çoxalır. Yox, əgər bir damcı sunilik yayında oldusa, hiss eləyirik onu, izləyici. Doğrudan. Vallahi billahi, həmən dəqiqə hiss eləyir. Mən, nə bilim, ilk öncə professional yayınla başlamışdım. Musiqi ilə, mikrofon hal-hazırda qabağımda olmaq elə var idi. Məndə 30-40 nəfər var idi. Ondan sonra ilk siftə deyirəm də. Amma çox güclü dəstəyim olurdu. Maddi baxımdan yaxşı idi, amma fenomen say cəhətdən, izləyici cəhətdən çox zəif idi. Həddindən artıq. Məndə 20 nəfər olurdu, 20-sin bir 10 nəfəri dəstəkçi idi. Çox güclü dəstəkçilər vardı. Yayın aparmaq, musiqi zövqüm, danışıq qabiliyyətim, zarafatlarım var ki, onlar sevirdilər. Ondan sonra səhv eləmirəmsə 4-də oldu o vaxtı. 4-də bir yayın aparmışdıq. O gedişatda çox maraqlı cəzalar falan, əyləncə idi də.
sırf əyləncə üçün idi. Ondan sonra yavaş-yavaş həyatımda bir xanım oldu, filan beşməkan, səmimi, necə var başıma nə hadisə gəlirsə, onları göstərdim, gördüm ki, ucu baxılır, sevən də olur, sevilir. sevməyən də olur. O, yəni məlum məsələdir ki, bu platformaya girsənsə, sevilə də bilərsən, sevilməyə də mütləq, bilərsən. bəli. Amma səmimiyyəti sevir izləyici. Ondan sonra və sizin PK-larınızı izləyirik. Çox maraqlı, yəni PK-larınız olur. Olur ki, udursunuz, olur ki, uduzursunuz və günlərlə uduzursunuz. Amma onu da deyim ki, çox şirin bir uduzmaq keçirirsiniz. Bax, tamaşaçıya da xoş gələn bax bu şirin uduzmaqdır ki, yəni olduğu kimi o cəzanı edirsiniz. Tam səmimi, ürəkdən və olduğu kimi. Yəni, heç nəyə yola vermirsiniz. Tamaşaçının gözü aynadır və tamaşaçı hər şeyi çox gözəl izləyir, çox gözəl görür, çox gözəl bilir və kimin kim olduğunu hətta belə özləri əliyir. Yəni, ona görə də bəlkə də elə ondan sonra daha çox siz sevildiniz. Çünki orada bir neçə, mən rəylərdə də oxumuşam ki, yazırlar ki, Sako həqiqətən də cəzanı olduğu kimi edir və gözəl göstərir. Hətta oradan müəyyən bir kayıtlar da çıxardırlar, paylaşırlar. Bu nədən əmələ gəlir sizin səmimi olmağınızdan? Səmimi, cəzalarda, cəzaların mən orada cəzalar var ki, əvvəlcədən mən bilirəm ki, bu cəza olsa çox maraqlı olacaq. Hiss edirsən də bu cəzanı, məsəl üçün, necə deyim, rejissor olur, kinoda çəkilir. Bəli. Bu yerdən çəksə çox yaxşı olar, nə bilim, digər bir mövzular olur da. Mən onu bilirdim, qabaqcadan görürdüm. Məsəl üçün, bu cəza olanda buna çox baxacaqlar, buna çox güləcəklər. Cəza da eləyir, biraz artistliyə eləyirəm cəzada. Və kamera qarşısında, bir dənə də sual verim Agil müəllim, kamera qarşısında səhv etdiyin ən maraqlı an. Bax, bu maraqlı bir sualdır. Mən bu mövzuya girmək istəmirəm. Səhv elədiyim olubdur. Amma çox nadirən mən səhv eləyirəm. Ən bu yayıncılar arasında ayıq sayıq deyək də. Orada elə olur ki, bir də görsən kimsə lapatka ilə gəlir sənə torba tikmək istəyir. Mən onları hiss edirəm. O hardan vurğulayır, hardan sənə bir quyu qaza bilər. Mən onları görürəm. Ayıq sayıq mənə. Dəfələrlə elə olub ki, problemlər olubdur. Dəfələrlə mənə problem yaratmaq istəyiblər. Mən bu tələlərə düşməmişəm. Amma səhv elədiyim də olubdur, amma burada deməyəcəm. Yaxşı, bəs tənqidlərə necə reaksiyanınız var? Tənqidlərə əvvəl qıcıq olurdum, amma sonra qıcıq olmuram. Tənqid olanda mənim xoşuma gəlir. Kimsə gəlir tənqid edirsə, biraz zarafat edirəm, o izləyici o mənim izləyicim olur. Hətta elə izləyici özünüzə yığırsınız. Tənqidlə gələn olub, izləyici olub ki, tənqid nədir? Təhqirlə gələn də olub ki, biraz deyib gülüb danışıb, onun təhqirini lağlağıya eləmişəm, xoşuna gəlib, dişini ağardım, sonra davam edib baxıb. Hətta hədiyyə falan da göndərib də sizə. Hədiyyə bilmirəm, amma belə baxam olubdur, dəqiq bilirəm. Yəni, əlində nizə ilə, nə bilim, oxla gəl, topa tüfəngə salmaq istəyiblər. Biraz zarafat, bir gün, 2 gün, sonra istər-istəməz çönübdür. Elə şeylər də olubdur. Sənin üçün bəs ideal yayım necə olmalıdır? Bax, bu da maraqlı sualdır. Sonra Agil müəllim professional yayın olmalıdır. Məncə bu bizim konseptimizdə gündəlik həyatım mən göstərəm, başıma nə gəlir, bölüşürəm də onlarla. Pis günümü, yaxşı günümü, səmimi də, rahat olduğum kimi gündəlik Sakonun həyatı bu mövzuda, bu konseptdə gedir. Amma yayın olaraq professional yayın olmalıdır. Bax, belə mikrofon, musiqi, mahnılar, professional yayın tərtəmiz yayın deməkdir. Aydın. Mən sual vermək istəyirəm. Yeni qoşulan izləyicilərimiz xoş gəlmisiniz deyirəm. Yazıb göndərə bilərsiniz bizə. Təbii ki, səsləndirəcəm. Təbriklər varsa, kimin doğum günü varsa mütləq səsləndirəcəyik. Sako, ümumiyyətlə bax bu TikTok'dan söhbət gedir burada. Bilirsən, burada ağır verilişlər də gedir bizdə. Şəhidlərimiz Allah rəhmət eləsin, qazilərimiz Allah can sağlıq versin. Biz atdığımız anda şəhid verilişini gəlirlər 4 nəfər, 5 nəfər, 10 nəfər adam izləyir. Amma elə bir veriliş TikTok'da açırsan ki, bu yabırçılıq bir veriliş açırsan, baxırsan ki 100 nəfər, 200 nəfər, 300 nəfər, 1000 nəfər. Nədir bunun səbəbi? Bax, bir yayımçı olaraq. Bilirsiniz, insanlar maraq axtarır da belə. Dava axtarır, qeybət axtarır, əyləncə axtarır. Mütləq. Bir ciddi nəsə bir mövzu olanda çəkilirlər hamısı. Mən səninlə razıyam. Amma burada belə bir şey demək istəyirəm ki,
bizim bu torpaqlarımızda canından keçmiş oğlanlarımız var ki, şəhidlərimiz var, qazilərimiz var ki, bu gün onların valideynləri bala itkisi veribdir. Gəlib burada oturur, ağlayır, öz övladının dərdini bizimlə bölüşür. Axı məncə buna tələbat çox olmalıdır ki, izləyicilər yazmalıdır ki, bəli, vətən sağ olsun, Allah şəhidlərimizə rəhmət eləsin, anıya dəstək olmalıdırlar. Amma baxıram ki, tərsinədir. Tərsinədir. Ancaq üzr istəyirəm, əxlaqsız şeylər üçün insanlar gəlir. Daha çox onların Yaxşı insanlar izləyiciləri çıxmaq alınır. şərtilə təbii ki. Ancaq dava qırğına gəlir, Sako demişsə, mübahisələrə gəlib baxırlar. Amma mən buna bir aparıcı olaraq çox təəssüf edirəm. Çünki nə qədər dərinliyə getsək, nə bilim, TikTokda yayımçı olmuşam da 8 il, 7 il bundan qabaq mən TikTokda yayımçı da olmuşam, verilişləri necə lazımda aparmışıq, yenə də bugün də aparırıq. Çox təəssüflər olsun deyirəm. Sakota bunun açıqlamasını verdi. Çünki bunun növbəti açıqlaması da təkrar olacaq. SMS-lər səsləndirmək istəyirəm. Buyurun. SMS-ləri səsləndirmək istəyirəm. Niko Oğulyevçi, Agil bəy, çox sağ olun Sako üçün. Buyurun. Samir Həsənli Zəngilandan yazıb göndərib ki, mənim təbrikim var. Buradan İmişlidə Elxan bəyi təbrik edirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. Minnətdaram. Tufan Qazi bizim dostumuzdur. O da buradadır. Salamlayırıq. Buradan Tufan salamlarımızı Qazini. göndərik. Əziz izləyicilərimiz, əziz dinləyicilərimiz. SMS-lər var, bəli. Hamı yazıb ki, Sako ürəkdir. Bax, SMS-lər belə görürəm mən. Yazın, göndərin, əziz izləyicimiz. Nikol yazıb ki, Nazilənin 3 yaşı olur. Atası Zaur, anası Nərgiz təbrik edir. Təbrik edirik. Biz də təbrik edirik. Biz də Təbrik təbrik edirik, edirik. təbrikə Bəli, qoşuluruq. təbriklərə qoşuluruq. Miray xanım yazıb ki, Elik yazıb ki, Sako ürəyimizdir. İlqar yazıb ki, Sako çox sevdiyimizdən dəyərlidir. Təşəkkür edirəm. Sako ürəkdir yazıb göndərbilər. Sako yaxşı oğlandır. Sako çox istəyirik. Maşallah olsun, çox sağ olun. Son nəfəsi buraya yazıb göndərbilər. Son nəfəsinin bugün ad günüdür. Təbrik etsəniz şad olaram. Təbrik edirik. Təbrik edirik. Yazın, Təbrik göndərin. edirik Təbrikləriniz varsa yazın, göndərin. Növbəti sual vermək istəyirəm Sakoya. Sako, bir yayımçı olaraq izləyicini ümumiyyətlə həmişə belə deyək də kəşfiyyatda saxlamaq üçün nə etmək lazımdır? Mən olub ki 6 saat yayında olmuşam, minlərlə insan, nə PK eləmişəm, nə bir şey. 6 saat dayanmadan söhbət eləmişik. 6 saatda standart qalıbdır. Düzdür, gir-çıxlar olur, gedir, gəlir, gedənlər olur. Amma stabil 1000 nəfər oturub qulaq. Elə olub ki, gecə saat 12-dən səhər 6-ya qədər heç nədə söhbət edirik, danışırıq, qalırlar. O da Maraqlıdır da tamaşaçıya. hər Yəqin ki, bu adi söhbət, bəli. mən biraz o stand-up deyirlər, bir bəli, stand-up, bəziyib eləyirlər, ha. Ümumiyyətlə, Məndə var da o danışıq var. ümumiyyətlə Ha. TikTok nəyi sevir? Hansı platformanı sevir? Əyləncəni sevir TikTok. Əyləncəni. %100. Bir də ki, yeni bir nəsə yaradıcılığı sevir. Yaradıcılıq. Məsəl üçün, bu güldür də, hamı deyir ki, güldür. Bu gülü nəsə qeyri-adi bir şey yaradacaqsansa, göstərəcəksənsə, hamı oturub baxacaq, yaradacaq. Özü də TikTok dəstəkləyir yaradıcılığı. Nəsə bir yaradıcılığın varsa, TikTok özü təmənnasız adminləri var da onlar. Onlar görürlər, kəşfiyyatı görürlər, yayınları görürlər. Mən TikTok Aydın məsəl ki, əlbəttə ki, izlənilir. Sako, indiyə qədər hansısa bir televiziya, radioda da olmusan, dəvət almısan? dəvət almışam, amma getməmişdim. Yadımdan çıxıb haraydı, olub. Hətta kanala da olubdur, ad çəkməyəcə. Kanala da dəvət ediblər. Demişəm, qismət olsa gedərəm. Sako, gülməyi çox sevirsən. Hə, əyləncəli adamam. Deyib Gülməyi çox sevirsən, amma gülə bilərsən. Rahat gülə bilərsən. Gülmək üçün də mövzu olur da. Yəni durduğu yerdə elə hər dəfə gülür. Əlbəttə ki, buyurun. Növbəti sualı mən vermək istəyirəm. Buyurun. Sadiq bəy, bugün kifayət qədər populyarlığınız var. Bu populyarlıq sizə nə qazandırdı və sizdən nə apardı? Populyarlıq mənə dosta qazandırdı.
Gəlir mənbəyi kimi də qazandım. Yəni gəlirim oldu da, Aha. reklamdan da oldu, ümumiyyətlə dəstəkçilərdən oldu. Ən çox dəstəkdən bu PK-lardan olubdu. Amma indi hal-hazırda populyarlığı istəmirəm mən. Aha. Elə bir boşluqdayım, bezmişəm bir şey, populyarlığı falan beşmişəm. Rahat məsəl üçün. Yeni bir rahat həyat istəyirsən özünə. Hə, sakit. Sakit həyat. Bir rayonda zətdə, nə bilim, kənddə, bazada. Sadə Telefon Azərbaycanlı sözü. bir ailəsi. Yaşla əlaqədardır, nədir? Bir istəmirəm. Yox, artıq biz siz necə Əvvəl həvəs görürdüm ki, Aha. mən bunu eləyəcəm, bir 20 min adam baxacaq. Çox var. Yəni istənilən an necə deyim, bəhs də eləyərəm ki, mən adi bir çöldə oturaraq elə bir oyun quraram ki, 20 min, 30 min oturub baxacaq. Buna mən qadirəm də, bacarığım var. Aha. Maşallah Hə, olsun. yəni buna bacarığım var. Amma indi belə başqa bir şeylər fikirləşirəm. Yəni sakit həyat, Hə, sadə Azərbaycanlı ailəsi. iş ailə istəyirəm. Şu. Aha, Bu inşallah. saat fikrimdə odur. İnşallah Allah arzularına Mən çatdırsın belə başa səni. düşdüm ki, bu sözdə mən demişdim ki, bəli, VSFM radiosundayıq. Bizim video bloger, çox sevilən Sako buradadır. Yenidən studiyamıza xoş gəlibdir. Və buz koladan danışacağım. Bu sadəcə kola deyil, bu bizim koladır. Naxçıvan suyu, milli dad, Alman texnologiyası, bütün bu sadaladıqlarımız bir dəmir qablaşdırmada cəmləşib və səninlə bölüşürük. Buz kola Azərbaycanın kolasıdır. Biz hər birimiz bilirik ki, Sadiq bəyin də sevdiyi bir Kola içkidir içki, və bəli. ondan sizə hədiyyə verəcək BSTFM olaraq inşallah. Kolaya da dərin təşəkkürümüzü Hə, bildiririk. Maraqlıdır. Hər Naxçıvan gün- istehsal edir. Bəli, 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 amma bəli. çox dadlıdır. Mən, ailəm, bütün Birə bir. hamımız içirik. Birə-bir. O, bəli, Birə bir. bəli. Çox maraqlı bir koladır. Mən ümumiyyətlə o içki növünü sevirəm. Özdə Bu kola- dəmir qutularda. Kola bir söz deyim ki, resepti hər adama gəlib çatmır. Ha. Naxçıvana necə çatır? Bəli, 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 Və bəli. çox bəli. gözəl də istehsal Hə. edirlər. İndi özünüz onun dadını görəndə deyəcəksiniz ki, hə, elə Yeganə xanım düzgün tərifləyirmiş onu. Təşəkkürlər. Sadiq bəy sizə bir sual Buyurun. verəcəm. Səni ən çox güldürən izləyici rəyi nə olubdu? bir dəfə Aha. ən izləyici, yəni izləyicinin gülməli sözü olub ki, mamam qeydiyyatdan təzə keçib, nikini bilmirəm. Aha. Yazdı ki, səni izləyirəm. Yazdım ki, telefondan şeylərdə zəng eləmişsin. Dedim, mama hazırdır desə. Bir də gördüm ki, bütün chat yazır ki, oğlum, hə, mən buyam. Nə maraqlı olub. Adi bir moment olub, babamı axtardım, Niki nədir, blok Aha. atmaq istəyirdim də, nə gəzirsən TikTokda, çünki rahat ola bilməyəcəkdim də. Aha. Bir də gördüm ki, chat hamı yazır ki, hə oğlum, bənəm, bu babam qurban. Bax, onda gülmüşdüm. Hə, uşaq. çox maraqlı, Allah can sağlığı həqiqətən rəy versin, olubdu. Allah Allah bilir anaya da can sağlığı versin. Özə bildiyim qədər də Sadiq evin yeganə övladıdır. Nə bacı var, nə Hə, qardaş var. Allah can sağlığı versin. Allah sizə gözəl bir ailə nəsib etsin və o övladlarınız da sizə həm bacı, həm qardaş olacaq İnşallah inşallah. ki. Çünki Allah hamını ürəyincə verir. Bilirəm ki, siz də çox ürəyi təmiz bir insansınız. Narazı Artıq mən onu deyiləm. hiss eləmişəm. Mən narazı deyiləm, şükür yaxşıdır. Yəni hardan hara gəlmişəmsə çox şükürlər olsun. Ha, bəs ən qəribə gələn izləyici mesajı hansı olub sizə? Deyin, mən də deyəcəm. Qəribə gələn Hə, mesaj. aha. Çox olub belə hadisələr. Olur da belə qəribə gəlib. Məsəl üçün fake niklərlə olubdu, qəribə gəlibdi. Özünə elə bil ki, mənim köhnə həyatımdakı olan bir qız kimi aparıb fake ilə. Aha. O qədər izləyib ki, mənə qəribə gəlibdi. Sonradan bilmişəm ki, yox bu başqa adamdır. Olub belə Hətta. qəribəliyi gəlib mənə ki. Hə, olub da indi bizim də indi 32 yaşımız var, həyatda istədiyimiz. Bəli, olur, bəli. olur. Elə bilmişəm o istədiyim bir ayrılıq bir momentlər olub. Elə bilmişəm həmin şəxsdir. Sonra görmüşəm yox, bu Türkçü sədir və başqa adam. Çox maraqlı olubdu. Hə. Bir Bir də- qəribə gəlib. Aha, bir də sizin PK vaxtınızda ən gərgin bir anlarınız olur. Son dəqiqələr, o Son 10 saniyələr. saniyə. Bəli. Kimsə orada yazır, mən Sakonun dostuyam. Yəni inanıram ki, o da sizi həmişə belə necə deyək, çərçivədən çıxardır o rəy, o yəni
həmişə deyirəm ki, heç bu yeri deyil axı. Yazır mən Sakonun dostuyum. Hətta siz onu özünüz səsləndirirsiniz. İnanın ki, neçə dənə izləyici mənim kimi inanırım ki, o sözə gülür. Bax, buna tam əminliklə sizə deyirəm. Bəli. Sako, populyarlıq yoxsa sizin üçün? Yoxsa sakit həyat və heç kimin tanımadığı bir sadiq? Bu dəqiqə onu istəyirəm. İsmailov. Hə, bu dəqiqə sadiq olmağını istəyirəm, Sako yox. Bəs necə oldu bu təxəllüs sözü bizə götürdünüz? Mən Sako əslində təxəllüsünü. mən telefon dükanında işləyirdim. Balaca uşaq 17-18 yaşımda mən işləyən olmuşam. Mən Şako deyirəm. Orta təhsilliyəm mən də. O klaviaturada Ş hərfini yazmamışam da. S hərfi gedibdi. İndi müasir dövrdə W-nun Ş kimi oxuyurlar. Bəli, bəli. Elə Şako niyyəti ilə yazmır. Bir də gördüm elə çatan Sako deyir. Də davam edirdi. Amma adınız Şako niyyətlə getmişdim. Həmişə mənə dedilər ki, diribaş idim də. Şakaya pulladımdı. Şako eləyirdilər. Bəli. İndi çoxdan bir beyində psixoloji olaraq qalır axı. Mən orada Şako niyyətlə yazdım. Elə gördüm Sako gedir. Daybın qabağını almaq mümkün deyil. Tanındım elədim da Şako nədir? Elə Sako da qaldı. Yox, niyə ki, elə sadiq Sako biraz o sizə uyğun bir təxəllüs əslində. Mən Şako niyyəti ilə amma əslində sırf birincidən Şako. Sako, Semka da var. Hə, Semka da var. Semka, o Samir. Onun əsl adı nə idi? Samir. Samir? Hə. Samir. O da Allah kömək olsun, övladı imtahandadır, gözü görmür qızını. Hə, Allah kömək olsun. Hə, Allah kömək olsun. Onu da dəvət edərik studiyamıza. O da mərifətli bir insandır. Efir üçün adamdır. Həqiqətən, hə. Layiq adam. Onun dəvət edərik inşallah, dəvət edərik. Sadiq, ilk videonu paylaşanda nə hiss edirdin? Hələ onda təzə vaxtlar olub da yəqin ki sizdə. Bilirsiniz, mən bu platformaya girəndə mən yalan danışmayacağam, mən düzünü danışacağam. Mən misafirə qalxmışdım. Misafirdə mənə biraz hədiyyə atdılar. İçxandan sonra mən zəng gəldi ki, dostumun misafirdə pul gəldi, sən nə qədər gəlib? Dedim, nə pul? Nə bəs burada pul var. Bax, o pulu eşidəndən sonra dedim, mən buranı lori dildə desək partladacaq. Məni pul həvəsə gətirir. Mən necə deyim, daşdan pul çıxaran adamam, xoşlayıram da. O yaxşı bir şeydir. Yəni bu TikTok olmasın, başqa yerdən mən pul qazanacağam. Mütləq. Hər nə sahədə olmuşamsa, onun ən yaxşısı olmuşam. Telefon satıcısı olmuşamsa, indi bilənlər bilir ki, ən yaxşı satıcı olmuşam, administrator olmuşam, ən yaxşı admin. Nəyə əlimi qoyuramsa, bu buz kola məsəl üçün əlimdədirsə, bu elə eləyəcəm ki, bu buz kola ən yaxşısını mən təqdim edeyim. Belə şeylər var da. Yox, biz necə, o artıq vergidir, o artıq bir bacarıqdır. Bəli, o artıq sizə məxsus olan bir keyfiyyətdir. Amma yaxşı keyfiyyətdir də. Heç paylaşdığınız videodan bir utancaqlıq bir şey olub, utanmısınız paylaşdığınız video üçün. Özüm paylaşmamışam, canlı yayında olub ki, elə şey olub ki, qayd ediblər, utanmışam. Demişəm yox. Yaş-yaşın üstünə gəldikcə, biraz həyat təcrübəsi topladıqca adam dərk edir. İndi məsəl üçün mən 5 il bundan qabaqki ab-ı havada deyiləm. Başqa cür düşüncədəyəm. 5 il bundan qabaq şuluq vaxtlarım olubdu. Amma yaş-yaşın üstünə gəldi, təcrübə, biraz daşa divara dəyə-dəyə, yıxılıb, qalxa-qalxa. Rahat mən bilirəm ki, nə istəyirəm, nə hədəfim nədir, məqsədim nədir bilirəm. Bir də kifayət qədər tanınırsınız və populyarsınız. Bugün parklara gedirsiniz, müəyyən bir mağazalarda, yəni dükanlarda alış-veriş edirsiniz. Həm geyim, həm ərzaq. Bax, bu populyarlıq sizə nə gətirir? Yaxşı və pis tərəflərdə. Ən azından salam verə ki, çox xoşuma gəlir. Salam, Sako, necə? Siz Sakosunuz. Elə olub, mən realda başqa cür görsənlər. Efirdə tamam başqa. Efirdə belə yekəpər, nə bilim. Bəli, elə onu deyəcəkdim sizə. Kim onu görsənirsiniz, bəli. Realda belə də yəni. Görsəniz, bəli. Çox adam yəni salam edir, izləyirik deyə xoşuma gəlir. Sual verəcəm sizə. Sako, bu sual bəlkə də verəcəm, deyəcəklər ki, sualın yeri deyildir. Çünki bunu görürük, bunu izləyicilər görürük, amma verəcəm, maraqlı gəlsin deyə verəcəm. Ümumiyyətlə, TikTokdan sənə eşq elan edən olubmu?
Mən eşq elan eləmişəm TikTokda. Bəs TikTokda. sənə? Yəni səni xanımlar yazmır ki, mən səni istəyirəm, səndən ailə qurmaq istəyirəm. Yazıblar mı sənə? Məncə yazarlar o boyda izləyicilər də. Egolu çıxarır, bu biraz yaxşı. Yox, çıxmır. niyə ki? Amma Yəni olub amma, olub. Yo, normaldır da, bu sevgi Yəni, azaddır. Bir ara evlənmək, yəni Təklifindəydi sən. yayında evlənmək üçün reklam nömrəmə gəlib ki, məsəl üçün cidlə evlənmək istəyirsənsə, tanıyaq bir-birimizi. Belə şeylər olubdu. Bəs sizin reaksiyanız nə olub onda, həmən o SMS-ə qarşı? Yox. Yox, hə? Mən bu yox ona Başa düşürəm, deməmişəm. hə. Ya buna cavab verməyəcəm. Başa bəs düşürəm, yaxşı, hə. ən yaxşı dostunuz kim olubdu? Ən yaxşı dostum mənim realda olan dostlarımdır. TikTokda. TikTokdan deyirsinizsə, Yəni tanımadığınız amma ona dost deyirsiniz. ən yaxşı dostum Naxçıvandan olubdu. Hı -hı. Bir də Almaniyadan İko olubdur. Onlar sırf mənim addım atmağıma köməklik edənlər olub. Sonra Bəlkə Elnarə xanım olub sizin dostunuz. Elnarə xanım. Yaxşı fikirləşin görün. Yox. Mən deyərdim ki, İko mənim çünki bu sahəyə gəlməyimə, əlimi pula çatdırmağıma patdeşka olan o olubdur. Sırf günlərdə, amma başqaları da var ha. Ən sırf noldan qalxsan, belə deyək də, sıfırdan mənə çox bilmədim, amma Elnarə xanım kimi deyirsiniz. TikTokdan idi. TikTokdan yazmışlar salam deyərsiniz. Tarif dedim bəlkə Elnarə xanım oldu. Çünki Elnarə baxıram gəlin çox Elnarə xanım burdadır, onu cür deyirəm. Bəs yaxşı, populyarlığınız şəxsi həyatınıza necə təsir edir? Bu bir zaravatdır. Yaxşı təsir edir. Şəxsi həyatınıza. Şəxsi həyatıma, Hə. yox, şəxsi həyatıma manedir. Bugünkü gündə mən özümə bir qızla tanış ola bilmirəm. Adım Betdam olub. Bilirsiniz də bu qızlarla PK-larda, hə, hə. Axır adım Betdam olub. Kimə sit ürəyimə atsam, yaxşı niyyətlə addım atsam, yenə də inanmayacaqlar. Aa. Özümə problem yaradım. Ona görə deyirəm ki, kaş mən populyar olmazdım. Bax, indi maraqlı xoşbəxt olmaq istəyirəm, heç kimin güvəni qalmır. Yəni, bir insan ucu inanmır. Mən başa düşdüm siz Ardan Bəlkə bu skoladan içəndən Bəli, çünki sonra etibar. mən başa düşdüm ki, Sakonun bugün böyük bir problem var. Bilirsiniz böyük problem nədir? Əziz izləyicilər, mən deyəcəm. Sako evlənmək istəyir, heç bir qıza inanmır, çünki populyar adama inanmaq olmur. Bəli, Və Sakoya da inanan Naxalini bir qızlar xanım az olur deyəcək da ki, bugün, bəli. yo, naxalini bir xanım deyəcək ki, yo, Sako, mən sən ailə qura bilmərəm, sənə TikTokda nə qədər izləyicim var. Əsasda qız izləyiciləri. Bəli. Bəli. O doğrudan da xanımlar evliliyə qəbul böyük etmir. problem yaradır. Bəli, ha. bəli, Ona bəli. görə Həqiqətən. çıxacam. Xanımlar Amma qısqanc evlənəndən sonra olurlar. Üzr istəyirəm, burada açıqlamasını verəcəm. Burada üzr istəyirəm. Mənim xanımım da burada hal-hazırda izləyir məni. Mənim dinləyicim olubdu Sako. Hə, nə gözəl. Ailə qurmuşam, bir dənə də övladım var. Allah Allah sağ saxlasın. eləsin. Allah Xeyirli xoşbəxt işlər eləsin. Bax, bu radionun dinləyicisi olubdur. Fanatım olubdur və ailə qurmuşuq. Bu gün də ailəliyik. Nə gözəl. Bəli. Amma mən ona dedim ki, bax biz ailəni qururuq öz yerində, məni qısqanma. Çünki mən media əhliyəm. Bura xanım da gəlir, elə müğənnimiz gəlir ki, adlar çəkməyəcək, tanımış müğənnim. Gəlir, məni necə arxadan belə qucaqlayırsa, març, murç, şəkil də çəkir, video da çəkir. Mən evdəkilər deyirəm ki, xahiş edirəm, əsəbləşməyin. Bu təbii bir haldır. Amma məncə elə Sadiqə də gələcəkdə bax belə bir şeylər gözləyəcəkdir. Təbii. Amma bir dənə söz deyim, mən çox sədaqətli oluram. Münasibət. Buna inandırmalısınız da gələcək xanımınızı. Mütləq. Kimsə inanacaqsa, hə. Mütləq bunu gələcək xanımınıza inandırmaq belə və sizdən asılıdır. Sadiq bəyin gizli istedadı nədir? Gizli istedadım. O gizli istedad deyir ki, göz qabağındadır. Hazır cavab olmağım, hazır cavab. Bilirsiniz də orta təhsilliyəm, amma yenə də hazır cavab. Ani bir, istənilən insanın üzünü güldürə bilərəm. Aha. Düzdür, burada radioda güldürməyə çalışmıram, suallara cavab verməyə çalışıram. İstənilən insanın üzünü güldürməyə qadirəm. Yəni otursun belə 100 ildən bir gülsün, mən onun üzünü güldürəcəm. Və psixologiyanı yaxşı bilirəm. Psixologiyadan anlayışım var. Zarafat deyil, minlərlə insanlar. Bəli, auditoriya qarşısında siz bu artıq böyük bir məsuliyyətdir. Paxıllığınızı çəkən varmı? Yox.
O sizə elə gəlir. Hə, Agil müəllim, Yox. o Yox. Sadiqə elə gəlir. Ola bilər, ola bilər. Yəni oynadığınız, PK etdiyiniz deyək ki, video blogerlərdən söhbət edirəm ki, Çox, onlar çox. bu gün sənin paxıllığını çəkən Çox. ki, Ayağının altın qazan, Çox. doğru dildə desək çünki və sapın- ardınca danışan. Çox. siz bir neçə vaxt bundan qabaq az müddət vaxtda bir video paylaşmışdınız. Mən izləmişdim ki, evinizdən mən belə bir insan deyiləm. Düzmü söylədim? Düz. Mən izləyirəm Sakonu, bəli. Aha. Alt yuxarıdan izləyirəm, tam ekrana girmirəm. Qoy görüm bu baxıram ki, insan yəni olanı deyir. Başa düşürsəm, doğrudan da blogerlər var ki, bu gün özlərinə hörmət eləmirlər. Başa düşürsəm, hətta mən elə bir bloger var ki, adını da deyə bilərəm. Çünki demirəm niyə reklam olunacaq, kanalımıza düşəcək. Ona görə də demirəm. Deyir ki, insanlar girib bunu izləyir. Davay, tez eləyin. Sizə deyirəm, tez eləyin. Ekran tıklayın. Ay, eşitmirsən məni, ekran tıkla. Elə bil ki, bunun Borcu var. dədəsinə kimisə borcu var. Olmaz. Bəli. Sən nə qədər məşhur olsan da belə, Evet. nə qədər sən tanınsan da belə. Bilirsən mən nəyə düşünürəm? Bax, elə bu söhbət açıldı, elə Sakonun özünə deyəcəm. Çox yabırçılıqdır. Çox. Mən də girmişəm, baxıram da. Mən çıxdım ki, ala bu kimdir, ala bunun mən əmrini götürəm, mənə tıkla. TikTok platforması Mən atam mənə deyir həqiqətən ki, Aqil gedəndə oğlum, bu zibili nə olar atarsan zibiliyə. Deyirəm, ha yox, məndə də bunu edə bilmərəm. Başa düşsənmi? Bax Başa- bu nədən irəli gəlir Sako? Yox, mən bir dənə söz deyim. Buyur. İzləyicilər də güləcək. Gül. Ben Ne bir olacak dənə ki? söz deyim. Arada bizim öz zarafatımız olur. Açıqlamasını verir. Bir də Aha. görsən ki, bizim izləyicilər, bizim daimi də, mən daimi izləyicilərimi tanıyıram da, illərdə izləyirlər. Adla, nickname-lə tanıyıram. Arada bir də görsən ekrana tıklanmayanda mən onların üstünə qışqırıram ki, indi qalxacam az sizə, zarafat edirəm. O başqa şeydir. O başqa şeydir əzizim. Elə bu gülməklər göndərirlər sizə, hə? O başqa bir şeydir. Amma mən ciddi görmüşəm. Allah'a Yox, olsun. ciddi, əlbəttə. Olmaz, yox. Ciddi. Hələ Hər efir sözü deyil burada deyim. Sən deyirəm. Yox. Sən- Siz necə? Belə bir şeylər. Hər kəs Mən bilirsən kimi şəxsiyyətdir. qınayıram. Onu izləyəni qınayıram. İzləyəni və ona Qardaş dəstək çıx olan. get da. Bəli, olmaz. O qədər Yox, izlənilməsi ciddi olmaz. oğlanlarımız var, xanımlarımız var. Get lazım olanı izlə də. Musiqi keç salmaq istəyirəm. Musiqi keç Keçidalar, sonra salacağam. mən Əziz. Sakoya bir maraqlı sual verəcəm. Amma Aqil müəllimdə Buyurun. sevgiyə çox belə diqqətsizdir. Bəli, Ancaq bəli. mahnılar sevgiyə Bəli, aiddir. çünki bəli, o öz həyat bu- yoldaşını mən başdan Allah elə xoşbəxt romantikəm, eləsin. əzizim. Hə, çox sevir. Bəli, yəni sevdiniz musiqilərimizi. Əlbəttə fikir verirəm. Hər şey diqqət edirəm. Gəlsin gözəl bir musiqi. Afşin Azər deyəcək, can demə. Best FM radiosundayıq əziz izləyicilərimiz. Hal-hazırda buradayıq. Və studiyada. qonağımız Sadiq İsmailov. İsmailovdur Hə, bizim soyadı qonağımız. yazılır, Sakol Bəli. ləqəbli Sadiq İsmailov. Buradan sual Bir sual veriləcək. istəyərdim. Deməli, ümumiyyətlə filmə dəvət almısınızmı? Hansısa bir Aktyor kimi. serial mı, Xeyr, kino mu? Yox, Alsaz bəs necə qəbul edərsiniz? baxır ssenariyada. Baxaram, senariya maraqlıdır. Aha. Mən inanmıram o serialdan siz salamat çıxasınız. Əziz Çünki rejissorlar, gülməyi çox eşidin bu sevirsiniz. təklifi. Yox. Elə mi? Oyun mən Aktiv adamsınız. Əziz Əlbəttə ki, Allah rejissorlar, korusun. eşidin bu Rolumu yaxşı təklifi. apara Bəli, bilər. bəli, əlbəttə Təbii ki və ki. sevilər o filmdə, inanıram. Sadiq bəy, özünüzü üç sözlə necə təsəvvür edərdiniz? ifadə eləyərdim, yoxsa Bəli, üç sözlə. Necə təsəvvür edərdiniz? Sadə. Təsvir edin, təsvir edin. Təsvir, sadə. Aha. Cidden deyirəm, ha, sadəlik məndə var. Mhm. %100 əminəm. Səmimiyyət. Bir də ürəyim açıqdır oradan. Mən nə başıma hadisə gəlibsə, o ürək yumşaqlığından gəlir. Cidden olub da dəfələrlə olub. Məsələn, ürəyi yumşaq deyəndə nəyi nəzərdə tutursunuz? Elə bir şeylər olub ki, mən bilirəm, amma bu hekayədə mən yanacağam. Amma yenə də getmişəm. Demişəm, əbi yox, qoy gedim, insandır. Bilirəm, amma fakt, bu hekayədə yanacağam. Pis mən çıxacağam. Amma yenə də atlamışam ki, insan da əbi yox. Aha, verilişimizin son dəqiqələrinə gəlib çatdıq. Sizin tamaşaçı, bizi izləyən izləyicilərimizə, bizim Və nə oxucularımıza, yeniliklər gözləyir sizi? hə, və oxucularımıza, özümüzün izləyicilərinizə nə demək olacaq, istəyirsiniz? nələr olacaq? Yeniliklər nə gözləyir sizdən? Maraqlı, bir,
PK olacaq, həddindən artıq çox güclü. Bu saat TikTok bir söz deyim, əvvəlki TikTok deyil. Bəli, tam razıyam. Dəstək Sağ ol. baxımından sıfıra düşübdür. Aha. İzləyici baxımından kimsə ola bilər, izləsinlər, eləsinlər. Dəstək baxımından heç kimə həvəsə gətirən yoxdur. Aha, Bunun da səbəbkarı yayıncılardır. bəli. Və bu açıq-aşkar deyiləm. Məsəl üçün, mən PK eləyəndə, indi baxırsan ki, əvvəl 100, 140, 200K ilə oturanlar indi 10K-nı heç alanmır. Yayıncılardan asılıdır. Mən əminəm ki, üstündən 10 ildə keçsə, mən istədiyim insanlar olsa, maraqlı PK yenə də həmən dəstəkçilər gələcək. Bir gün, 2 gün, 3 gün, 5-ci gün həmin dəstəkçilər Yenə yığa biləcəksiniz o Dəqiq. ətrafa. Aha. Arxayınam, rahatam. Aha. Bu artıq sizin potensialınıza uyğun bir dəqiq şeydir və deyil. buna da əminsiniz. Çünki bilirəm gedişatdır. Bax, bir gün, 2 gün, 3 gün həmin dəstəkçi gəlir. Birinci dəfə deyil, bu dəfələrlə olubdur. Maraqlı PK apara bilirəm. Aha. Və Kamera kamera PK-da. və kamera vasitəsilə izləyicilərimizə nə demək istəyirsiniz? Bu Yaxşı şansı ki, veririk sizə. Mən izləyicilərimə həmişə demişəm, buradan da deyirəm. Son platformada, son saniyəsinə qədər bu sözü deyəcəm. Mənim bu platformada, sosial şəbəkədə onlardan başqa heç kimim yoxdur. Söhbət platformadan gedir. Bəli, Onlardan başqa mənim heç kimim yoxdur. bəli. Və Tamamilə, onların da əlbəttə real ki. və qeyri-realları var sizin üçün. Hə, Tanıdığınız və tanımadığınız. tanımadım. Və inanıram ki, illərlə sizə dəstək olub və sizin tanımadığınız izləyiciləriniz də belə var. Çox olub, çox olub. Çox olub. Çox. Aha. Mən belə deyim də, mən çevrəmdə elə çox güclü adamlar olmayıb, platformaya gəlməmişlər ola. Amma burdan yaxşı dostlar da tanıdım, tanışlar Pis da dostlar da tanıdınız. olur. Hər tərəfli, əlbəttə Hər ki, tərəf. təbii. İnsan yaşayırsa onun pis və yaxşı tərəfləri mütləq olmalıdır. Agil mənim sizə təşəkkür edirəm. Gəldiyiniz üçün təşəkkür Mən edirik. sizə Mən də sizə təşəkkür edirəm. təşəkkür Çox edirəm Agil minnətdaram. mənim. Bəli. Allah razı olsun. Efiri qoyarıq bir qırağa, bir insaniyyət olaraq Aqil müəllim sizi, Yeganə xanım sizi, qardaşı Ayaq xanı. Yəni xoşuma gəldi. Hə, nə gözəl. Bir söz səmimiyyət var, istiqanlılıq var. Girirsən Bəli. içəri, Bəli. sıxılmırsan. Rahat mən məsəl üçün danışa bilərəm. Bəli, Ha, nə əlbəttə gözəl. ki. Get-gedə getdikcə açılır. Bəli, İnsan bəli. İnşallah, danışdıqca bəli, bəli, tanınır, bəli. Yol çıxır. Bəli, bəli, bəli. Təşəkkür edirik Biz gəldiyiniz sizə üçün. təşəkkür Sizə edirik Sadiq minnətdarıq. bəy. Vaxtınızı bizə həsr etdiniz. Bilirəm ki, səhər-səhər özüm deyəsən sizi elə yuxudan qaldırmışdım. Zəng elədim, elə hiss elədim ki, yatmısınız və Səsim bildim. qalınlaşmışdı. Həm də ondan başqa elə bilirəm ki, o saatda biraz çətindir. Yəni TikTokda yayınçı aparanlar ümumiyyətlə səhərə qədər onlar olur ki, PK aparırlar və Olur. onların elə günortaya qədər yuxu zamanlarıdır və o yuxunuza haram qatıb bizim verilişimizə gəldiniz, vaxtınızı sərf etdiniz. Təşəkkür edirik. Aqil müəllimin adından, öz adımdan sizə sonsuz təşəkkür edirəm. Təşəkkürlər. İnşallah Bax, belə növbəti əziz verilişlərə qədər izləyicilərimiz və dinləyicilərimiz hər şeydən biraz sona çatdı. İnşallah ki, sabah da verilişimiz var. Saat 13:00-da gənc bir aktyorumuz var. Rüfət olacaq burada. Maraqlıdır, mən özüm də girib baxacağam. İnşallah Hə, Rüfət inşallah, olacaq. Çox inşallah. Rüfət Qəşəng Babayev konseptdir. olacaq. Rüfət Babayev olacaq. Gəncdir. 28 yaşı var. Nə Gənc gözəl. aktyordur. Bütün tamaşalarda iştirak edibdir. Və görək o nə danışacaq. Sabah saat 13:00-da hər şeydən biraz da bizi izləməyə qaçırmayın. Bax bu səhifədik. Bütün verilişlərimiz və uduşlarımız bax bu səhifədən olacaq. Əziz izləyicilərimiz, var olun, görüşmək ümidi ilə. Sağ